Bu günləri çox maraqlı bir bulka resepti ilə qarşınızdayım. Gəlin birlikdə hazırlayaq. Bir qabın içərisinə 4 xörək qaşığı şəkər tozu, 2 çay qaşığı quru maya, 2 ədəd yumurta ağı, 200 ml ilıq süd, 200 ml ilıq su və 200 ml əridilmiş kərə yağı əlavə edib qarışdırırıq. Daha sonra 1 kiloya yaxın un və 1 çay qaşığı duz da əlavə edib yumuşaq, ələ yapışmayan bir xəmir yoğururuq. Mən zövqə görə bura hardasa 50 qram quru meyvə də əlavə etdim. Siz bunu etməyə də bilərsiniz. Yəni bu tam olaraq zövqə görədir və yaxud da quru meyvəni kişmişlə də əvəz eləmək olar. Xəmirin üzərini örtüb 1 saat isti bir yerdə mayalandırırıq. 1 saatdan sonra görürük ki, necə gözəl bir xəmir alındı. Xəmirimizin havasını almaq üçün biraz yoğururuq. Daha sonra 10 bərabər hissəyə bölüb kündələr edirik. Kündələrin üzərini örtüb soba listində də 10 dəqiqə gözlədirik. 10 dəqiqədən sonra üzərinə bəzək vermək üçün kartoşka əzənlə ortasından bu cür basırıq. Və daha sonra videonun əvvəlində 2 ədəd yumurta ağından istifadə etmişdim. O yumurta ağından qalan 2 ədəd yumurta sarısını üzərinə çəkirik. Və sonda da üzərinə biraz xaş-xaş səpdim. Sadəcə olaraq keçən videomda xaş-xaş dedikdə bir çox neqativ rəylərlə üzləşmişdim. Ona görə də bu dəfə dedim ki, elə marketdən videonu çəkəcəm sizə. Gördüyünüz kimi ədviyyatın üzərində mak yazılıb, mak rus dilindədir, Azərbaycan dilində xaş-xaşdır. Bu şirniyyat üçün istifadə olunan ədviyyatdır və demək olar ki, bütün marketlərdə satılır. Ona görə də lazımsız rəylər mənə yazmayın. Və bulkalarımızı 180 dərəcədə isidilmiş sobada yarım saata bişiririk. Və nəticədə yarım saatdan sonra gördüyünüz kimi çox gözəl yumuşaq, pambıq kimi bulkalarımız alındı. Mən tam olaraq soymasını gözləmədim, amma siz gözləyin ki, tam olaraq soysun. Bugünlük bu qədər dostlar. Əgər videomu bəyəndinizsə like edib abunə olmağı unutmayın. Hələlik.